Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Əziz izləyicilər, hər birinizi İlahi Xitablar verilişindən salamlayıram. Gününüz xeyirli olsun inşallah. Bugünkü mövzumuz Nisa surəsinin 144-cü ayəsi barəsində olacaq. İlk olaraq ayənin tilavətini dinləyək. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. يا أيها الذين آمنوا لا تتخذوا الكافرين أولياء من دون المؤمنين أتريدون أن تجعلوا لله عليكم سلطانا مبينا. Bəli, Nisa surəsinin 144-cü ayəsi artıq bu surədə yer alan sonuncu iman gətirənlərə xitabdır. Gördüyünüz kimi, əziz izləyicilər, Nisa surəsində ümumi olaraq 9 yerdə Allah Teala iman gətirənlərə xitab edərək müxtəlif məsələləri onlara bildirmişdir. Bu məsələlər imani, etiqadi, siyasi, fərdi olaraq çox şaxəlidir. Yəni Allah Teala müsəlmanları hər bir sahədə, hər bir məsələdə agah etmək istəyir, məlumat vermək istəyir və eyni zamanda müsəlmanlardan, iman əhlindən də gözləntisi budur ki, hər bir sahədə bu məsələlərə riayət etsinlər. Nisa surəsinin 144-cü ayəsində isə, yəni bugünkü ayədə isə yenidən Allah Teala müsəlmanlara önəmli bir məsələni vurğulayır. Bu məsələ kafir, müşrik, dinsizləri dost tutmaq barəsindədir. Amma Allah Teala bu məsələni nəyə görə bu qədər daha çox vurğulayır və bu məsələ İslam dünyasında necə baş verir, bu məsələni də işarə edir. Ümumi olaraq Maidə surəsi, Nisa surəsi, Ali İmran, Tövbə surələrində Allah Teala müsəlmanların bu işini və bu işin səbəbini, köklərini vurğulamış və tənqid etmişdir. Ki, bir müsəlmana heç bir formada layiq deyil ki, müsəlmanları qoyub kafirləri özünə dost seçsin. Amma bu ayədə, Nisa surəsinin 144-cü ayəsində isə mövzunu araşdırmaq üçün biz biraz ayənin əvvəlinə baxmalıyıq. Yəni 138-ci ayədən 143-cü ayəyə qədər Allah bir mövzunu vurğulayır. O mövzu da münafiqlərdir. Baxın, münafiqlər müsəlman dünyasının daxilində olan İslamın əleyhinə planlaşdırılmış bir cəryandır. Münafiqlik şəxsi xislətlə yanaşı düşmənin bir siyasi oyunudur. Yəni, münafiq düzdür ki, insanın qəlbinin xəstəliklərindən xəbər verir. Eyni zamanda düşmənin
siyasi bir hərəkatı da adlandırmaq olar. Və Qur'an-ı Kərimdə bu düşmənlərin bir hiləsi olaraq da bildirilir. Bu ayələrdə 138-143-cü ayəsində Allah Teala münafiqləri məzəmmət edir. Və sonda bu ayədə deyir ki, ey iman gətirənlər, bu münafiqlərə bənzəyib, müsəlmanları qoyub kafirləri özünüzdə dost seçməyin. Yəni, bütün bu ayələri tətbiq etdikdə görürük ki, burada yə əyyuhəl-ləzinə əmənuda məqsəd imanı zəif olan şəxslərdir. Münafiqlər deyil, müsəlmanlardır. Amma bunların mənfi cəhəti budur ki, bunlar kafirlərə deyil, münafiqlərə daha çox qulaq asırlar və münafiqlərin təbliğatının təsirinə düşüblər. Bu məsələlərə diqqət edin. İndi nəyə görə münafiqlərin təsirinə düşüb bu müsəlmanlar kafirləri dost tutmaq istəyirlər? Allah Teala bunu vurğulayır. 139-cu ayəsində. Allah Teala buyurur ki, Bismillah, Əl-ləzīnə yəttəğizunəl kəfirinə əvliyəə min dunil müminin. O şəxslər ki, möminləri qoyub kafirləri özlərinə dost və rəhbər seçiblər. O şəxsədən məqsəd, yəni münafiqlər. Münafiqlər möminləri qoyub kafirləri özlərinə dost və rəhbər seçiblər. Niyə görə? Allah Teala həqiqi olaraq bunun səbəbini vurğulayır. Əyəbtəğunə indəhumul izzə. Siz münafiqlər bu işlə onların yanında izzət axtarırsınız. Yəni elə bilirsiniz ki, siz kafirləri dost tutmaqla izzətli olacaqsınız. Onların biraz şöhrəti var, malı var. Siz özünüzü onlara nisbət verirsiniz ki, sizə də cəmiyyətdə ziyalı, izzətli desinlər. Məgər bilmirsiniz, fəinnəl izzətə lillahi cəmiyyən. İzzətin hər bir forması Allah yanındadır. İzzət ya qüdrətdir, ya elmdir. Mütləq alim, mütləq qadir olan da Allahdır. İzzətin bundan başqa səbəbi hamısı bu dünyanın nisbi keçərləridir. Filan kəs varlıdır ki, filan kəs kasıbdır. Varlıq kasıbdır ki, insanın özünün bir imtiyazı deyil. Bu birinci məsələ. Demək, imanı zəif olan möminlər bu münafiqlərin zahiri izzətlərinə baxıb, o müəyyən bir dəyəri olmayan bir şeylərlə fəxr etməklərinə bunlar allanırlar ki, biz də gedək onlarla dost olaq. Baxın, münafiqlərin vəziyyəti yaxşıdır, onların sözü keçərlidir, yaxşı geyimləri var, keçimləri var, pulları var. Bu birinci səbəb. İkinci səbəb, Allah Teala vurğulayır ki, onlar riyakarlığa üstünlük verirdilər. 3. Onlar dini məsələləri istehza edirdilər, münafiqlər. Demək, 3 səbəb sayır Allah Teala imanı zəif olanlar nəyə görə kafirləri özlərinə dost seçmək istəyirlər? Başlıca olaraq münafiqlərdən təsirlənirlər. 1. Münafiqlərin zahirini alladınlar. 2. Münafiqlərlə oturarkən münafiqlər bunların dini məsələlərini istehza edir. 3. Münafiqlərin riyakarlığı. Bunlar imanı zəif olan müminləri səbəb olur ki, bunlar da kafirlərə tərəf meyl etsinlər. Buna görə Allah Teala buyurur ki, Yə əyyuhəl-ləzinə əmənu, ey iman gətirənlər, Lə təttəğizul kəfirinə əvliyə min dunil müminin. Ey iman gətirənlər, möminləri qoyub kafirləri dost tutmayın. Əturidunə ən təcəlu lillahi aleykum sultanən mubinən. Məgər Allaha öz əleyhinizə açıq bir dəlilmi vermək istəyirsiniz? Yəni, qiyamət günündə sizin heç bir dəliliniz olmayacaq bu işə və Allah heç şübhəsiz sizi cəzalandıracaq. Buna görə, əzizlər, biz iman əhli müsəlmanlar ilk növbədə münafiqlərlə get-gəli azaldıb, onları cəmiyyətə tanıtmalıyıq, onların təbliğatına uymamalıyıq. Onların təbliğatına uymayan insan, münafiqlərə meyl etməyən insan kafirlər qarşısında da sərt olar, sözü bütöv olar. Demək, İslam cəmiyyəti nə zaman kafirlərə qarşı meyl edir? Onların yanında bir münafiq var. Bu düzdür ki, fərdi olaraq hər bir müsəlmana bir ilahi vəzifədir. Eyni zamanda
bütün İslam dövlətlərdə də Allahın bir göstərişidir. Ey İslam dövlətləri, nəyə görə müsəlman dövlətlərini qoyub kafirlərlə dost edirsiniz? Bu, dediyim kimi, fərdiçiliklə yanaşı, bütün İslam dövlətlərinin başında duran rəhbərlərə Allahın bir xitabıdır. Nəyə görə müsəlmanları qoyub kafirlərə qarşı meyl edirsiniz? Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.